Günlərin bir günündə şir özünə iş axtarır meşədə. Axtarır, tapa bilmir. Axırda buna deyirlər ki, Dovşan ştatı boşdur. Şir fikirləşir, başqa çarəsi qalmır. Başlayır Dovşan ştatında işləməyə. Sonra meşəyə nəzər salır, görür ki, at it ştatındadır, it öküz ştatındadır, öküz kirpi ştatındadır, kirpi dəvə ştatındadır, dəvə tülkü ştatındadır, qalır mat məhəddəl. Günlərin bir günü meşəyə yoxlanış gəlir, gəlirlər, görürlər, aləm dəyib bir-birinə. Bu hadisənin niyə belə olduğunu bilmək üçün gəlirlər kadrlar şöbəsinə. Görsünlər ki, niyə belə olub, girib görürlər ki, kadrlar şöbəsinin böyüyü Uzunqulaqmış.